Savxoz və kolxoz olmayan, dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisələrinin əmrləri qeydiyyat üçün hüquqi əsas yaradır. Qohumun birinə savxozun əmri ilə, digərinə isə üzümçülüklə məşğul olan kənd təsərrüfatı müəssisəsinin əmri ilə həyatyanı torpaq sahəsi ayrılmışdı. Bir neçə il öncə savxoz tərəfindən verilən həyatyanı torpaq sahəsinə qohumum çıxarış ala bilsə də, digəri ala bilmədi. Həmin dövrdə ona bildirildi ki, savxoz və kolxoz olmayan digər kənd təsərrüfatı müəssisələrinin əmrləri qeydiyyat üçün əsas hesab olunmur. Lakin hazırda Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli fərmanına əsasən artıq savxoz və kolxozlarla yanaşı dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisələrinin vermiş olduğu torpaq sahəsinin ayrılması barədə əmrlərdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqi sənəd hesab olunur. Beləliklə, savxoz və kolxozla yanaşı digər kənd təsərrüfatı müəssisələrinin vaxtı ilə, daha dəqiq desək, 10 avqust 2004-cü il tarixinədək, yəni daşınmaz əmlakın dövlət reyestri haqqında qanun qüvvəyə mindiyi günədək verdiyi əmrlər vətəndaşlara torpaq sahələrinə dair çıxarış əldə etmə imkanı verir. Amma bir şərtlə ki, adı çəkilən əmr arxivdə mövcud olmalıdır.